Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Kür Su Təchizatı İdarəsi 1970-ci ildən içməli su istehsalını həyata keçirir. İdarənin ərazisində yerləşən Kür Su Kəmərləri kompleksinin su təmizləyici qurğuları Kür çayının səthi suları bazasında layihələndirilərək tikilib. Kür su təmizləyici qurğuları hər biri sərbəst fəaliyyət göstərməklə bir-biri ilə paralel yerləşdirilib və eyni ərazidə tikilib. Bu su təmizləyici qurğular kompleksi şərti olaraq Kür 1 və Kür 2 adlandırılıb. Kür 1 su kəmərləri iki mərhələdə 1970 və 1971-ci illərdə tikilib istismara verilib. Kür 2 su təmizləyici qurğular kompleksi isə 3 mərhələdə 1984, 1986 və 1988-ci illərdə inşa olunub. Qurğular əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatına xidmət edir. Kür çayından nasoslar vasitəsilə suyu götürməklə ötürülür üfüqi qorizontal doğrulduculara. Üfüqi qorizontal doğrulducularda su ilkin xlorlanma, reagentlənmə aparılır. Bundan sonra su süzgəclər sahəsinə, süzgəclər sexinə ötürülür. Süzgəclər sexinə ötürülən su süzgəcdən keçdikdən sonra daxil olur içməli təmiz su anbarına. İçməli təmiz su anbarından nasoslar vasitəsilə içməli təmiz su ötürülür magistral su xəttlərinə. Bununla da bizim istehsal etdiyimiz su çatdırılır su istifadəçilərinə. Yağış və sel suları ilə qidalandığı üçün bulanıqlıq həddi normadan yuxarı olur. Bu halda radial su durulducuları işə salınır. Radial durulducularda çöktürülmə prosesləri zamanı kimyəvi reagentlərdən istifadə olunur. Nəticədə durulma effektliyi 80-85%-ə qədər artırılır. Bu duruldulmanın birinci pilləsi adlanır. İkinci pillədə isə durulma, şəffaflanma prosesi adlandırılaraq üfüqi tipli durulducularda aparılır. Kür su təmizləyici qurğularda texnoloji ardıcıllıqlara uyğun olaraq növbəti mərhələ. Üçüncü pillə təmizləmə tam şəffaflanma adlandırılır. Sürətli süzgəclərdə aparılır. Emal prosesləri zamanı sular süzgəclərdən keçirilərək içməli su həddinə çatdırılır. Süzgəclərdə təmizlənmiş sular təmiz su rezervuarlarına toplanılır və oradan da qaldırıcı nasoslar vasitəsilə Bakı şəhərinə və digər tələbatçılara verilir. Bütün bu proseslərə Kür Su Təchizatı İdarəsinin mütəxəssisləri tərəfindən nəzarət olunur. Bizim belə ki 24 saat işləyən laboratoriyamız fəaliyyət göstərir idarənin tərkibində. Eyni zamanda Şirvan şəhərində yerləşən regional laboratoriya hər həftə 2 dəfə suyun tərkibini yoxlayır. Yoxlamalar nəticəsində heç vaxt bizim suyun tərkibində insan orqanizminə zərərli nəsə aşkar edilməmişdir. Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi bizim qarşımızda qoyduğu tapşırıq və sərəncamlar ondan ibarətdir ki, yalnız bizim insanlara verdiyimiz su yüksək keyfiyyətlə cavab verməlidir. Və biz də öz işimizlə çalışırıq ki, bu işin öhdəsindən gələk. Qeyd edək ki, Kür Su Təchizatı İdarəsi Aran bölgəsinin 7 rayonuna xidmət göstərir. Bu rayonlar Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhəridir. Bundan başqa magistral kəmər boyu kənd və qəsəbələrə də keyfiyyətli içməli kür suyu verilir.